14 ilin möcüzəsi Zəhra qızımızı və 3 ilin həsrətinə son Murad balamızı bugün evə yola salırıq. 2 ailəyə sevinç bəxş edirik. Birinci bizim qızımız düz 14 ildən sonra anadan olub və mamasını və ailəsini arzusuna çatdırıb. Çox problemləri var idi. Yumurtalıq polikistoz sindromu, keyfiyyətsiz folikullar, zəif yumurtalar, zəif folikullar. Ona baxmayaraq 3 ilə yaxın müalicəmiz olub ara-ara ilə və nəhayət ki, həmləliyimiz oldu, testimiz göstərdi və həmləliyimiz çox çətin keçdi. Ona baxmayaraq axıra kimi çatdıq. 38-39 həftəyə çatdıq və bugün qızımız, prinses balamız evinə gedir. Sizi təbrik edirəm. Çox sağ olun, Allah razı olsun. Göydə Allah yerdə sizin sayənizdə bu möcüzəni bizə yaşatdınız. Çox sağ olun, Allah razı olsun. Təbrik edirəm. Əlləriniz var olsun. Böyük qız olsun, sağlam, xoşbaxt olsun. Amin inşallah. Və bizim ikinci balamız düz 3 ildən sonra olub. Birinci mamaçıqası ikinci dəfə ana olub. Vurğulamaq istəyirəm. İlk dəfə 28 həftədə doğuş olub. İkinci həmləlikdə qızımız gəldi yanıma və 12 həftədə aşkar olundu ki, laxtalama problemi, hormonal problem, uşaqlıq boyun çatışmamazlıq və sair problemlər. Müalicələrimizi elədik. Hətta 16-18 həftəyə kimi kəskin hipoksiyaya gedirdi birinci həmləlikdə. Onunla əlaqədar 28 həftədə başqa xəstəxanada son götürülüb və qızı hal-hazırda normaldır, amma 1 ay, 2 ay küvəzdə qaldı. Bu həmləlikdən düzgün diaqnoz, düzgün müalicə 37-38 həftəyə çatdıq və Murad balamız hal-hazırda qucağımızdadır. Nə küvəzə düşüb, hər şey maşallah yaxşıdır. Bugün gedir evlərinə. Arzu edirəm siz də belə sevinəsiz. Sizə də qismət olsun. Siz də hamınız belə biz kimi qucaq dolu və möcüzəvi olasınız. Təbrik edirəm. Sizi də təbrik edirəm. Çox sağ olun. Sağ olun. Gedək yavaş-yavaş. Bizi gözləyirlər balacalarımızla. Paka-paka.